39-cu suala baxırıq. Xəbəri icbar növdə olan hansı cümlələrin tərkibində hərəkətin subyekti və obyekti yoxdur? Deməli, açar sözümüz burada icbar növdə olmalıdır feil, xəbər icbar növdə olan feil olmalıdır və subyekt, obyekt olmamalıdır. Birinci nömrəyə baxırıq. Həmişə həvəslə yazdırırlar. Yazdırırlar sözündədir, növ yaradıb. Ona görə icbar növdədir, birinci hökmədəndir. Kim yazdırır? Subyekt yoxdur. Kimə yazdırır? Obyekt də yoxdur və yaxud nəyi yazdırır? Obyekt yoxdur. Deməli, artıq bir düz fikirdir. Yəni, feil icbar növdədir, amma subyekt, obyekt yoxdur. Bir bizim cavabımızdır. Keçirik cavablara. Bir olmayan variantları atırıq. A və D birə görə kənarlaşır. İkinci nömrəni oxuruq. Əlbəttə, yenə vaxtında dəyişdirməlisiniz. Dəyişdirməlisiniz, deməli, feillərə baxırıq biz. Kim dəyişdirməlidir? Siz. Bunun artıq subyekti var. Subyekt olduğuna görə şərti ödəmədir və 2 səhvdir. 2 olan variantı atırıq. E-də 2 var və seçimimiz qalır 1, 3, 5 və 1, 4 arasında. 3-ə baxırıq. Dünən yazdırdıqlarınız qovluqdadır. Burada bunun xəbəri qovluqdadır, isimdir, feil deyil, deməli icbar növdə ola bilməz. Birinci şərt ödənmədiyinə görə artıq 3 səhvdir, 3-ü atırıq və 3 olan variant B kənarlaşır. Deməli, düzgün cavabımız qalır C variantı. 1, 4. Birin artıq düz olduğunu müəyyənləşdirmişik. 4-ə baxırıq. Səhərə kimi kəndə daşıtdırmalıdırlar. Daşıtdırmalıdırlar icbar növdə olan feildir. Kiməsə daşıtdıracaqlar. Kim daşıtdırmalıdır? Subyekt yoxdur və nəyi daşıtdırmalıdır? Obyekt də yoxdur. Ona görə artıq 4 düzgün cavabdır və bizim cavabımızdan görə düzgün cavab C variantı 1, 4.